Həbsimlə bağlı məsələ. O da ola bilər. Mən bunu hələ ötən ilin payızında mənim üzərimdə qondarma məhkəmə qurulanda demişdim ki, əlbəttə ki, İlham Əliyev göstəriş verib məni həbs etdirə bilər, amma bu mənim siyasi mübarizəmin bitməsi olmayacaq ki. Biz siyasi mübarizəni də köçürəcəyik özümüzlə bərabər həbsxanaya. Həbsxanadan mübarizəmizi davam etdirəcəyik. O bəlkə də daha təsirli olacaq. Bəlkə dünyanın diqqətinin Azərbaycandakı repressiyalara cəlb edilməsi üçün bəlkə də o bir kilit məsələ olacaq. Ona görə də bu da bizim siyasi mübarizəmizi durdura bilməz. Bütövlükdə xalq cəbhəsini bir struktur olaraq sıradan çıxarmaq, açığı bu da real vəzifə deyil. Nəyə görə? Orada da əgər mən özümün həbs olunmağımı mümkün sayıramsa, təbii ki, çoxlu sayda cəbhəçilər də şərlənib həbs oluna bilərlər. Onsuz da əvvəllər bəhanə axtarırlar, indi heç bəhanə də axtarmırlar ki. Heç bir bəhanə filan lazım deyil. İstənilən adamı, istənilən şeylə Azərbaycanda şərləmək olar. Ona görə də, məsələn, çoxlu sayda cəbhəçi də həbs oluna bilər. Amma bu da onların istədiyi nəticəni verə bilməz. Nəyə görə? Ona görə ki, xalq cəbhəsinin mahiyyəti dəyişib. Bunlar bir şey başa düşmürlər ki, xalq cəbhəsi hal-hazırda, xalq cəbhəsi partiyası sıradan bir partiya deyil. Və siz də bilirsiniz, Allah da şahiddir ki, mən bunu belə deyək, təbliğat və bəlağət naminə demirəm. Hər kəs bunu görür ki, Azərbaycan Xalq Cəbhəsi partiyası son illərdə olub Azərbaycan xalqının avtoritarizmə, ailə hakimiyyətinə, bu korrupsioner rejimə müqavimət forması. Yəni bu hakimiyyətə gəlmək üçün qurulan o çoxsaylı 50-40 partiyadan biri deyil. Bu Azərbaycan xalqının rejimə qarşı dirəniş təşkilatıdır, müqavimət təşkilatıdır. Yəni əgər biz olmasaydıq da yəqin ki, millət onu yaradardı. Amma gördülər ki, biz varıq, bizə güc verirlər. Və bunu dəqiqləşdirin. Bir çoxlarında belə yanlış təsəvvür var ki, xalq cəbhəsi elə 89-cu ildən qurulmuş həmin o xalq hərəkyatıdır. İnersiya, ətalətlə də həmin adamlar hələ də gəlirlər. Əlbəttə ki, mən və bir çoxları o vaxtdan gəlir. Amma əmin olun ki, xalq cəbhəsində artıq nəsil dəyişir. Məsələn, bax, indi bu son 2 ayda həbs olunan o 8 nəfərin bircə nəfəri ancaq xalq hərəkatında iştirak edilmiş bir adamdır. Söhbət mənim mühafizəçim Kənan Baskaldan gedir. O Qarabağ, 1-ci Qarabağ savaşının veteranıdır. 2-ci dərəcəli deməli Qarabağ qazisi idi. Onun 50-yini ləğv elədilər mənim yanımda olduğuna görə. İndi də şərləyib həbs ediblər. Amma yerdə qalan digərləri yeni adamlar. Təkcə bu sonuncu kampaniyada həbs olunanlar yox. Hətta bu gün məsələn bizim indi uzun müddətli 16 nəfər üzvümüz siyasi məhbus olaraq həbsdədir. Onlar uzun müddətli həbsdədirlər. Yəni bizdə inzibati həbslər yüzlərlə. Amma bu hal-hazırda məhbus həyatı yaşayan 16 nəfərdən də yenə bir nəfər həmin Kənan Baskal xalq hərəkatında iştirak eləmiş veteran cəbhəçidir. Yerdə qalan 15 nəfər yeni adam var. Yəni xalq cəbhəsində yeni bir nəsil, xalq hərəkatından sonra gələn bir nəsil formalaşıb. Bu gün əsas məsuliyyəti onlar üzərinə götürürlər. Əlbəttə ki, veteranlarımız da var və biz onlarla fəxr edirik. Veteranlara Azərbaycan Xalq Cəbhəsinin bütün strukturlarında xüsusi hörmət var. Amma bu gün Xalq Cəbhəsinin strukturlarında mübarizənin əsas ağırlığını üzərinə götürən həmin o 89-cu ildən xalq hərəkatından gələn nəsil deyil, yeni adamlardır. Onlar məhz Xalq Cəbhəsinin Əliyevlərə qarşı mübarizəsini bəyənib qoşulurlar bizim sıralarında. Yəni o milli azadlıq hərəkatından gələn adamlar indi bizim təşkilatda azlıqdadırlar. Və ona görə də, baxın, xalqın müqavimət təşkilatı olduğuna görə bir ucdan biz itiririk, bir ucdan qazanırıq. Yəni, bəli, həbs edirlər, sıralarımız seyrəlir, müəyyən qədər adamlar, bəzilər qorxurlar buna görə. Amma yeni adamlar qoşulurlar. Çünki ölkədə başqa axı mübarizə aparmağa yer qalmayıb. Daşın bu vəziyyətlə hamı varış buraxır. İnsanlar istəyirlər ki, müqavimət olsun. İstəyirlər ki, insanlar nə vaxta qədər Azərbaycan bir qrup korrupsionerin əlində əsir qalacaq. Deməli, bütün məhkəmələr də bunlara xidmət edir. İcra strukturlarda, parlamentdə, hamısı bunlara xidmət edir. Bu vəziyyətlə barışmayan insanlar üst tuturlar bizə tərəf. Və ona görə də bir tərəfdən bizim gücümüzü repressiyaları azaldırsa, o bir tərəfdən xalqın içindən bulaq kimi qaynayıb yeni adamlar gəlib bizə qoşulurlar.